Bakı metrosunda qatarda qadına qarşı əxlaqsız hərəkətlər etmiş şəxs inzibati məsuliyyətə cəlb olunub. Hadisə dekabrın 8-i metronun Nərimanov stansiyasında qeydə alınıb. Gürcüstan vətəndaşı qatardan düşərək orada xidmət aparan polislərə yaxınlaşıb. O, qatarda olarkən bir kişinin qeyri-əxlaqi rəftarına məruz qaldığını bildirib. Qadının göstərdiyi şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Neftçala rayon sakini 46 yaşlı Şakir Mürvətov olması müəyyən edilib. Barəsində inzibati protokol tərtib edilən vətəndaş Nərimanov məhkəməsinə göndərilib. Məhkəmədəki iclasda iştirak edən zərər çəkmiş qadın tanımadığı şəxsin əxlaqsız hərəkətlər etməsi barəsində ifadəsini təkrarlayıb. Həmin şəxs əli ilə mənə toxunurdu. Əvvəlcə bunun səhvən olduğunu düşünsəm də, sonradan bu hərəkətlərin davam etdiyini hiss etdim və həmin kişinin qəsdən etdiyini anladım. Ona qışqıraraq niyə belə etdiyini soruşdum. Bu zaman stansiyada qatardan düşərək uzaqlaşmağa çalışdı. Mən də öz növbəmdə polis əməkdaşına şikayət edərək müvafiq tədbirin görülməsini xahiş etdim. Xahiş edirəm bu şəxs cəzalandırılsın. Şakir Mürvətov isə ifadəsində hər hansı əxlaqsız hərəkətə yol vermədiyini deyib. Nərimanov rayon məhkəməsinin qərarı ilə o 15 sutkalıq inzibati həbs edilib.